Bu dəfə 24 drop 25 rubrikasında yenə də qonağımız var. Zənnimcə müsahibim həm məndə, həm də sizdə maraq yaradacaq. Çünki ona veriləcək suallarım çoxdur. Amma söhbətdən əvvəl qonağımızla yaxından tanışlıq daha məsləhətlidir. Tanışlıq isə əlbəttə ki, əvvəlcə sujet vasitəsilə olacaq. Tofiq Teymuroğlu 1985-ci il mayın 5-də İsmayıllı rayonunda anadan olub. Hamı kimi o da şən və qayğısız uşaqlıq illəri yaşayıb. Atası Teymur müəllim incəsənət ruhlu insan olduğundan yaradıcılığa hələ erkən yaşlarından başlayıb. Böyük uğurlara aparan yol kiçik cığırlardan başlayır deyirlər. Tofiq də incəsənətin bu cığırına bir zamanlar Azərbaycan televiziyasında yayımlanan İstedad sorağında Sehirli güzgü, hər birimiz bir çiçək kimi verilişlərin iştirakçısı olmaqla başlayıb. Teatr, kino, televiziya, ümumilikdə incəsənət sehirli bir aləmdir. Yaradıcı adamlar həyatda baş verən hadisələrin hər birini müxtəlif formada görür və öz profilinə uyğun ya tabloya, ya da obyektivin gözü ilə lentə köçürür. Dünyanın gözəlliklərini də, nifrətini də hər bir senarist və ya rejissor öz təxəyyülünə uyğun tərzdə yaddaşlara həkk edir. Lab FM dalğasında yenidən sizlərlə mən və növbədə gələn mahnını bütün sevə-sevə ayrılan insanlara ithaf edirəm. Bu mahnı və bu kompozisiya mənim ən yaxın dostum olan Rəşadət Aydından gələcək. Buyurun, dinləyin. Əl-ələ dəymədi, dodaq dodağa. Eləcə öpüşdü nəfəslərimiz. Amma ki, qovuşduq, bir adam olduq. Bir neçə klipin, bir sənətli filmin və müxtəlif televiziyalarda yayımlanan komediya janrlı verilişlərin gənc və istedadlı rejissoru Tofiq Teymuroğlu belə insanlardandır. Televiziyaya, kinoya həvəs onda hələ uşaq yaşlarından yaranıb. Orta məktəb illərində atası ilə bərabər Azərbaycan televiziyasının əməkdaşları ilə görüşüb. Rejissor pultu ilə tanış olduqda bir gün bu pultun arxasında oturacağını bəlkə də ağlına belə gətirməzdim. Tofiq Teymuroğlu indi orijinal fikirləri ilə yeni nəsil yaradıcı adamlarından çox fərqlənir. Komedi show, Çəkirəm ha kimi verilişlərdə orijinal səhnəciklərin rejissoru olan Tofiq Teymuroğlu bu gün də Cinelife'in qonağıdır. Salam, Cinelife'ə xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. İstərdim ki, söhbətimizə hal-hazırda Azərbaycanda rejissorluğun vəziyyətindən başlayaq. Azərbaycanda hal-hazırda rejissorluğun vəziyyəti deməzdim ki, çox yaxşıdır, deməzdim ki, çox pisdir. Orta səviyyədədir rejissorluğun vəziyyəti. Söhbət yəqin ki, kino rejissorluğundan gedir. Kino rejissorluğun vəziyyəti getdikcə düzəlməyə doğru getsə də hələ yerində addımlayır. Səbəb nədir? Səbəb odur ki, artıq yeni nəsil formalaşa bilmir. Köhnə dövrdən qalan rejissorlar, yəni Sovetlər dönəmindən qalan bizim görkəmli rejissorlarımız artıq barmaq sayıdır. Və yeni nəsil isə buna cavab verə bilmir. Mən yenə də şükürlər olsun ki, yenə nəsə var, yenilik var, gənclərin həvəsi var. Amma mənə elə gəlir ki, 10 ildən sonra başa acınacaqlı olacaq, ümumiyyətlə acınacaqlı olacaq bu vəziyyət. Çünki yeni kadrlar yetişmir. Köhnələr də nədənsə yenilərin özlərindən sonra bir davamçı yetişdirmirlər. Bilmirəm, bu paxıllıqdan irəli gəlir, bilmirəm, elə həmişə özlərini görmək istəyirlər gündəmdə.
Hal-hazırda indi heç kim savadından və yaxud da ki, istedadından asılı olmayaraq hamı rejissor olmaq istəyir. Çəkilən elə klipləri götürək. Kliplər isə göz qabağındadır. Yəni ki, o qədər də baxımlı deyil. Bu nədən irəli gəlir? Vəsaitin az olmasından, yoxsa qeyri-peşəkarlıqdan? Xanım, bu əslində vəsaitin az olmasından irəli gəlmir. Mənim öz praktikamda var ki, gürcülər heç bir vəsaitsiz çox gözəl kliplər gətirmişdi. Bir festival vardı ora. Beynəlxalq audiovizual festivala. Bu qeyri-peşəkarlıqdan irəli gəlir. Təəssüflənmək lazımdır. Buna şərait yaratmaq lazım deyil. Peşəkarlar qalıb qıraqda. Bugünkü gündə üzr istəyirəm, yenə də ifadəmə görə toyda hansısa operator gəlib rejissor olub, klip çəkirsə, valla heç inanmazdım ki, yəni onlar nəsə gələcəkdə. O bir müvəqqəti, bir dəfəli istifadə olunan əşyalar kimidir. Onlar bir müddətdən sonra zamanın xəlbirindən çıxır. Yəni, onu da nəzərinizə çatdırım ki, klip çəkmək rejissor demək deyil. Yəni, klipi hər bir şəxs çəkə bilər. Biraz istedadına, potensialına, fantaziyasına güvənən hər bir kəs çəkə bilər klip. Yəni, bu şərt deyil. Amma indi klip çəkən insanlar fikirləşirlər ki, asanca rejissor da olub, kino çəkə bilərlər. Yəni, kino təcrübəsi olmadan film çəkmək olar sizcə? Heç vaxt. Heç vaxt mümkün deyil. Əgər bir insan ki, indi biz Sovetlər dönəmindən, yəni bu kino formalaşıb, Azərbaycanın çox gözəl kinoları olub, milli filmlərimiz olub. Yəni insandır, mən oturur özünə, mən ümumiyyətlə özümə hələm də o adı götürməyə, necə deyərlər, risk qarşısındayım. Mən çox, necə deyərlər, mənə qəribə gəlir ki, mən özümə rejissor deyə bilmərəm. Mən sadəcə olaraq həvəskar, 25 yaşında bir addımlayan yeni bir insanam. Amma düz təhsilim var bu sahədə, işlərim var. Hələlik ki, şükür Allah can sağlığı versin. Eldar Quliyev sağdır, Ramiz Əzbəyli sağdır, Azərbaycan görkəmli tanınmış rejissorları var sağdır. Onların yanında biz hələm deyə bilmərik ki, biz rejissoru. Bir də bilirsiniz necədir? Biz özümüz öz filmlərimizi sevmirik. Nəyə görə? Bax, bayaqlarım biz gürcülərdən danışdıq. Gürcü əsilli rejissorlar var ki, Hollywoodda onlar hal-hazırda film çəkirlər. Amma bizim gənclərimiz özümüz öz filmlərimizi sevmirlər və biz kənarda, əgər biz özümüz öz filmlərimizi sevmirsə, bəs biz xaricdə necə təmsil edə bilərik filmlərimizi? Ona görə də xanım, ona görə də biz hələm xaricə çıxmağa çox vaxt lazımdır bizə, beynəlxalq aləmə çıxmaqdan ötürü. Kinonun çox böyük problemləri var, yəni ki, elə problemlər var ki, bunu heç efirdə açıb ağartmağın yəni heç yeri yoxdur. İndi bunu biz bilirik, yəni biz bu reallığın içindəyik, biz bu sferadayıq. Kino həddindən, bu şükür Allah, dövlətin böyük dəstəyi var. İldə 5 dənə film çəkilir, yaxşı maliyyə ayrılır. Amma nədənsə bizdə praktika öz sözünü demir. Və biz bunu çox vaxt adət etmişik ki, maddi vəsaitin ayağına yazaq. Yox, amma qeyri-peşəkarlıq heç yadımıza da salmırıq. Qeyri-peşəkar da deyil bizim rejissor. Sadəcə olaraq dünyanın müasir texnologiyası ilə ayaqlaşa bilmirik. Bizim, məsəl üçün ki, texnika lazım gələndə istənilən texnikanı kira götürürlər. Türkiyədənmi, İrandanmı, Gürcüstandanmı, kinolentlə çəkilən filmlərdən gedir söhbət. Və əsl filmdə elə kinolentə çəkilməlidir. Amma bizdə necə deyərlər, biraz başqa bir problemlər var ki, kinonu gətirib bugünkü günə çıxardıb. Və inanmıram ki, Azərbaycanın hal-hazırdakı vəziyyətində, yəni kinosunda nəsə bir 10 il bundan sonraki dövrdə biz beynəlxalq aləmə çıxa bilər, bu mümkünsüzdür. Maliyyə ilə heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi yox. Yəni siz müasir texnika ilə siz əlaqələndirirsiniz də bu qeyri-inkişaf. Müasir texnika və bizim praktikamızın az olmalı. Az olması. Bax, motion capture texnologiyası var ki, hal-hazırda Hollywoodda bu texnologiyadan geniş istifadə olunur. Amma dahi rejissorlar var. David Fincher, Christopher Nolan kimi rejissorlar bu texnologiyanı heç də, necə deyim, qəbul etmirlər və onlar fikirləşirlər ki, bu texnologiya kinonun bədiliyini, mahiyyətini arxa plana keçirir.